Aynı şan keçmiş hayat yoldaşına söz attı. Salam dostlar, xoş gördük. Çoxdandır bu xəbər saytlarına dəyib dolaşmıram. Dünənləri qabağıma bir xəbər çıxdı. Dedim, çoxdan da Aynişan haqqında ümumiyyətlə heç danışmırıq. Bir zamanlar Aynişan nə bilim günorta yeməyinə nə idi, Aynişan filan şey elədi. Aynişan işim yoxdur ya, bu xəbər saytlarından işim. Amma mövzuya keçməmişdən öncə bir şey deyim ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. İçində nə istehsal olunursa, hamısını topdan şəkildə və ya tək-tək sizin üçün təbii ki, alıb gətirə bilərik. Sadəcə WhatsApp nömrəmlə əlaqə saxlayın. Ürəyiniz nə istəyir, alıb gətirə bilərik. Nəysə, keçək xəbərlərə. Xəbəri oxumayacağım uzun uzadı. Sadəcə mən xəbər saytının, bu axşam azdır özdə. Axşam beynimizi çöndərirlər. Aynişan keçmiş həyat yoldaşına söz attı. Əməkdar artist Aybəniz Aşmaq bloger qızı Aynişan Gülü bloger və müğənni deyildi. Artıq adı bloger gedir. Müğənniliyin başını buraxıb deyəsən. Neysə, deməli paylaşım eləyib, story paylaşıb, bunu götürüb xəbər eləyiblər. Kimin nəyinə lazımdır? Onsuz da sosial şəbəkə dövründə Aynişanla maraqlanan, onsuz da Aynişanın Instagram səhifəsində bunu görüb. Sən bunu xəbər eləsən nə olacaq, eləməsən nə olacaq? Çünki siz jurnalist yox, zurnalistsiniz, zurna. Bir dənə gəlin sırayla bir xəbərlərə baxaq. Çift kişilik odada daha 3 simu. Bu nədir? Çift kişilik odada. Nəsə bunu baş açmadım nədir? Nəzrin özünə ad günü etdi. Günayın bu şəkilləri Avropa sərgisində nümayiş olunacaq. Baharda yeni aktyor. Qadınlar alimentə görə boşanır deyənlər vicdansızdır. Vicdansız sən özünü sənə. Təzə feministlər çıxıb ortalığa. Yəni, təbii ki, bütün qadınlara aid deyil bu. Amma var da, sən deyirsən ki, ümumiyyətlə yoxdur. Var da, var. Gedib bir dənə doğsun, aliment alsın, boşansın daha doğrusu, sonra aliment alsın, çöksün kişinin var dövlətinə. Var belə qadınlar. Sən onları inkar eləyənlər də vicdansızdır, əxlaqsızdır. Hər dəfə bu tarixdə kövrəlirəm. Bu nə də olar? Belə xəbər olar. Yalı Çapqınının aktyoru Kuruluş Osmanda. Mən bilmirəm hal-hazırda xəbər saytlarını ümumiyyətlə oxuyan var ya yoxdur. Ümumiyyətlə sosial şəbəkələr daha da populyarlaşandan sonra, artıq xəbərləri video görüntü halında paylaşandan sonra inanmıram ki, bu xəbər saytlarına kimsə göz gəzdirsin. Bunlar necə ayaqda qalıb çox maraqlıdır. Hətta yaxın gələcəkdə indi gördüyünüz analog televiziyalardır filan. Radio yox, radio nə qədər ki avtomobillər var, radio həmişə olacaq. İndi digital formada olacaq ya belə bilməm, amma televiziyaların və bu xəbər saytlarıdır filan, bunların hamısının sonu gəlib. Çünki özlərini ciddi aparmırlar. Belə gic-gic xəbərlər paylaşırlar. Ona görə də əziz dostlar, mən bunu ifşa elədim. Gələn dəfə də başqa xəbər saytını ifşa eləyəcəm. Ona görə də kanalımı izləməyə davam edin. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.